Salam, mən Xatirə Əzizxanlı, Dərs Evi Tədris Mərkəzinin əməkdaşıyam. 6-cı webinara qoşulduğunuz üçün təşəkkürlər. Webinarın mövzusu valideynlər arasında sülhdür. Gəlin valideynlərin aqressor uşaqlarla və ya bullerlərlə və digər valideynlərlə necə davranmalı olduğunu müzakirə edək. Bu anlayışlar tamam fərqli anlayışlardır. Gəlin valideynlər və aqressor uşaqlar cütlüyündən başlayaq. Övladınız incidildikdə, zərər çəkdikdə və ya qorxudulduqda onu dərhal müdafiə etməyiniz tamamilə normaldır. Ədalət axtarmaq, günahkarları ümumiyyətlə bütün iştirak edənləri cəzalandırmaq istəmək normaldır. Bu hissləri yaşamaq haqqınız var. Axı siz ilk növbədə öz övladınıza yardım etmək istəyirsiniz. Aqressiya bu yerdə kömək etmir. Yaxşısı budur, düzgün davranış modelini göstərin. Sizin hissləriniz çox vacibdir. Siz aqressor uşaqlara rast gələndə qışqırsanız, bu sinifdə bullying problemini həll etməyəcək. Bu davranış bullyingin ömrünü uzadacaq və daha da dərinləşdirəcək. Tez-tez belə sözlər eşidə bilərsiniz. Ərimə deyərəm, gəlib onlarla danışsın və yaxud qırağa çəkib işlərinə baxaram və yaxud onlar mənim uşağımla hansı dildə danışıblarsa, mən də onlarla o dildə danışaram. Bu kimi burada kimin güclü olduğunu göstərmək arzusu görünür. Xahiş edirik, unutmayın. Onlar aqressor olsalar belə uşaq olmağa davam edirlər. Onlarla gedib güc dilində danışmaq özü bullyingi dəstəkləyəcək və alovlandıracaq bir aqressiyadır. Ola bilsin ki, burada və indi siz bullyingi bir müddətliyə dayandıracaqsınız. Amma başqa yerdə və ya sonra bu yenidən baş qaldıracaq. Çünki zorakılığı doğurur. Çünki siz bu konkret uşaqda gücün hər şeyi həll etdiyinə dair inamı gücləndirirsiniz. Bundan əlavə, keçən webinarımızda da dediyimiz kimi, aqressor uşaq cəzadan və təhdiddən daha çox köməyə möhtacdır. Etibarlı araşdırmalar göstərir ki, məktəb bullerlərinin təxminən 50% mövcud zaman kəsiyində ailələrində sərt münasibətə məruz qalırlar. Bəli, tədqiqatlar göstərir ki, uşaqların davranışına təsir edən əsas amil böyüklərin onlara qarşı seçdikləri münasibət üsuludur. Beləliklə, avtoritar və sərt bir yetkin şəxsin işlədiyi uşaq kollektivində aqressiya, təşviş və narahatlıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksək olur. Ona görə də övladınıza qarşı bullying edən uşaqlara rast gəlmisinizsə, çalışın, sakitləşin. Problemi xüsusilə də tənqid yolu ilə həll etmək olmaz. Yaxşısı budur, diqqətinizi övladınıza kömək etməyə yönəldin. Aqressorlarla işi isə mütəxəssislərə və onların valideynlərinə həvalə edin. Daha bir vacib məqam budur. Buller uşaqlarla təkbətək görüşməyə can atmayın. Pusqu qurmağa ehtiyac yoxdur. Bəli, burada uşaq yetkin böyüklə təkbətək qalanda artıq məğlub olduğunu hiss edir. Onun beyni bunu belə qəbul edir. Hətta siz ona bərabər səviyyədə və hörmət çərçivəsində danışmağa çalışsanız belə, uşaq yenə də öz asıllığını və zəifliyini hiss edəcək. Mənim bullyingə məruz qoyduğum sinif yoldaşımın anası və ya atası, nənəsi və ya babası
onlar mənim üçün təbii ki, aqressordurlar. Hər kəs başa düşür ki, valideynlər öz övladlarını müdafiə edəcək və mənə isə hücum edəcəklər. Onlar yetkin və güclüdürlər. Demək ki, mən məğlubam. Və bu məğlubiyyətdən sonra beynimdə yenidən zəif olan birini tapıb ondan intiqam alacaq bir fikir yaradır. Məsələn, yenidən sizin övladınıza qarşı, amma daha güclü şəkildə, yaxud da yaşca daha kiçik birinə qarşı yönələ bilər bu aqressiya. Bundan kim xeyir götürdü? Heç kim. Ona görə də uşaqlarla danışıq yerinə yetkin bir böyüyə müraciət edin. Yəni, övladınızı incidən uşağın valideynlərinə. Amma burada da bəzi incəliklər var. Beləliklə, övladınız bullyingə məruz qalır. Övladınızı müdafiə etmək, gücünüzü göstərmək istəyirsiniz, ancaq münaqişəni aqressorun valideynləri ilə öz övladınızın gözləri qarşısında aydınlaşdırmamalısınız. Və bu pis davranış modelidir. Belə çıxır ki, mənim övladımı alçaldıblar, təhqir ediblər, indi növbə mənimdir. Əksər hallarda valideynlər bunu öz övladlarının yanında etməyə çalışırlar. Bu zaman valideyn öz qayğıkeşliyini, sevgisini və müdafiəsini nümayiş etdirir. Amma əslində uşaqda valideynlərinin aqressiyası qarışıq hisslər doğurur. Məktəbəqədər yaşlı uşaq və ya kiçik məktəbli qorxa bilər. Böyük uşaq isə valideynlərinin davranışlarından xəcalət çəkə bilər. Uşaq nə qədər böyükdürsə, vəziyyəti bir o qədər özü idarə etmək istəyir. Məktəbdəki insanlarla valideynlər necə ünsiyyət qururlar? Münasibətlərdə nə baş verir? Əgər siz onun qarşısında digər böyüklərlə münaqişəni sərt şəkildə həll etsəniz, növbəti dəfə o sizə heç nə deməyəcək. Və sizin aqressiyanız, artan emosiyalar mütləq aqressorun valideynlərində müdafiə reaksiyasına səbəb olacaq. Dialoq baş tutmayacaq. Bunun əvəzinə övladınıza güclü, fəal, lakin digər valideynlərə ehtiram göstərən düzgün rol model göstərin. Bəli, onların uşağı sizin övladınıza qarşı bullying edir. Amma hücumlar vəziyyəti daha da pisləşdirəcək. Həqiqətən də əgər mənim də uşağım bullyingə məruz qalsa, onu müdafiə edəcəm. Bu valideynlərin vəzifəsidir. Ona görə də məsləhət budur. Övladınızın bullyingə məruz qaldığını öyrəndikdə söhbəti konkret formada təsvir etməklə başlayın. Belə, sizinlə söhbətim var. Ola bilsin ki, deyəcəklərim xoşunuza gəlməyəcək. Amma əgər belə bir şey olsaydı və mənim övladım da iştirak etsəydi, bunu bilmək istəyərdim. Mənim övladım deyir ki, məktəbə və dərslərə getmək istəmir. Çünki dərslərdə sizin övladınız onu daima təhqir edir. Səhvlərinə gülür və tənəffüsdə onu itələyir. Burada konkret davranış modeli təsvir olunub. Ancaq belə diqqətli müraciət belə aqressorun valideynlərində daxili etiraz hissi yarada bilər. Övladının tənqid olunması heç kimin xoşuna gəlmir. Xüsusən də belə ciddi şeylər haqqında. Xüsusilə də bullyingi necə həll etmək lazımdır, heç kim bilmir. O da ola bilər ki, sizin müraciətlərinizə cavab olaraq aqressorun valideynləri problemi kiçildə bilərlər. Ona görə də əvvəlcədən məşq edin ki, nə cavab verəcəksiniz. Belə də ola bilər ki, siz çox taktiki şəkildə valideynlərə öz etirazınızı bildirirsiniz. Onlar isə deyilənləri aqressiv qəbul edirlər.
Hətta ola bilər ki, cavab olaraq övladınıza hücum çəksinlər. Sən öz uşağından danış. Bununla qarşılaşmısınızmı? Baxın, burada ən yaxşı üsul mübahisə etməmək, təhqir etməməkdir. Sakitliyinizi qoruyun. Deyin ki, yaxşı ki, bu barədə mənə dediniz və yaxud da situasiyadan asılı olaraq belə deyə bilərsiniz. Sizin qanınızı qaraltmaq və ya sizi məyus etmək istəməzdim. Gəldim ki, sizə məlumat verim. Uşaqların bu yaşda münasibət problemləri olur. Bizim vəzifəmiz isə bir valideyn olaraq onlara sərhədlərini müəyyən etməkdə kömək etməkdir. Və bu sözləri eşidə bilərsiniz. Bəsdirin siz Allah, bütün uşaqlar dalaşır. Bunu faciəyə çevirməyin. Bu düzdür. Tez-tez bunu eşitmək olar və uşaqların dalaşmadığı kollektiv tapmaq çox çətindir. Uşaqların bir-birini olduğu kimi qəbul etdiyi kollektivlər də azdır. Bir-birinə anlayış göstərməkdən danışırıq hələ. Əlimizdən gələndə biz onlar üçün qayğı və güvən mühiti yaratmağa çalışırıq və onlara bir-birimizin fərqlərinə hörmət etməyi öyrədirik. Amma uzun müddətli perspektivdə uşaqlar bir-birlərini əsəbləşdirəcək, bir-birinə təsir edəcək, dalaşacaq və sərhədləri pozacaqlar. Baxın, uşaqlar özlərinin seçmədiyi kollektivdə olmağa, oxumağa məcburdurlar. Münaqişələr də məhz bundan qaynaqlanır. Buna görə də böyüklər daim onların yanında olmalı və onlara dəstək göstərməlidirlər. Uşaqlara bir-birlərini hörmətlə yanaşmağı öyrətməlidirlər. Üstəlik, təkcə münaqişələrin necə həll olunduğunu göstərmək deyil, həm də passiv müşahidəçi olmamağı da öyrətmək vacibdir. Bütün uşaqlar dalaşır və bunun çarəsi yoxdur. Fikri bullyinqi təhrik edir. Tamamilə doğrudur. Bunun əvəzinə valideynlərin timsalında müsbət ünsiyyət modelini göstərin. Böyüklərin problemi necə həll etdiyini göstərin. Birbaşa vurğulayın ki, heç kəs günahkar axtarmır. Bullyinqi həll etmək üçün necə birləşdiyinizi göstərin. Nəticədə bütün tərəflər qalib gəlir. Bu vacib məqamdır. Göstərin ki, böyüklərin dünyasında səmimi etirafa görə səni öldürmürlər. Əgər valideynlərdən kimsə desə ki, öz çılğın uşağının öhdəsindən necə gəlməli olduğunu bilmir, bu normaldır. Heç kəs ona ittihamlar irəli sürməyəcək. Sən pis valideynsən, sənin uşağın pisdir. Əksinə, hamı öz təcrübəsi ilə kömək edəcək. Kitablar, filmlər və yaxud bizim vebinarlarımızı tövsiyə edəcək. Uşaqlar isə bu nümunədə dəstəyin necə işlədiyini görəcəklər. Biz münaqişəni şəxsən həll etməyi təklif edirik. Ancaq bəzən başqa situasiyada yaranır. Hamı telefonlarda, söhbət qruplarındadır. Hər bir sinfin öz söhbət qrupu var. Bəzən isə söhbət qruplarında müzakirələrdən qaçmaq mümkün olmur. Bəs valideynlərin söhbət qrupu nədir? Bu, bir qrupda ünsiyyət qurmalı olan insan qrupudur. Onlar kollektivin üzvlərini özləri seçməyiblər. Nadir hallarda valideynlərin söhbət qrupu rahatlıqla və uşaqların təhsil keyfiyyətlərinə görə mübarizə aparan vahid komanda kimi görünür. Çox vaxt valideynlərin söhbət qrupu məlumat mübadiləsinin aparıldığı bir yerdir. Lakin ümumiyyətlə hər kəs öz başınadır. Bu cür söhbət qruplarında heç bir ünsiyyət qaydası olmur. Burada problemli suallar münaqişəyə çevrilə bilir
Niyə? Çünki bir valideyn özü bütün sinfin deyil, öz övladının maraqları çərçivəsində çıxış edir. Münaqişə də yarandıqda onu ümumi müzakirəyə çıxarırlar. Və çox güman ki, qrupda hamı belə bir mesajla qarşılaşıb. Əli Vəliyevin valideyninə çatdırmaq istəyirəm ki, uşağınıza deyin, dərsdə mənim uşağımı itələməsin. Fikrini yayındırmasın. Yoxsa gedib rəhbərliyə şikayət edəcəm. Ümumi məhkəmə qurmayın. Bu, yalnız qıcıqlanmaya və qəzəbə cavab olaraq özünü müdafiə etmək istəyinə və hücuma səbəb olur. Bu isə valideynləri münaqişəyə aparan birbaşa yoldur. Belə də olur ki, aqressor uşaqların valideynləri məsələni aydınlaşdırmamış, evdə öz uşaqlarını cəzalandırırlar. Bu isə uşaqlar arasındakı münaqişəni daha da dərinləşdirir. Belə də olur ki, narazılığa belə cavab verirlər. Sizin uşaq özü oxumur, başqa uşaqlara da imkan vermir, hamını da yoldan çıxardır. Belə variant da olur. Mənim uşağım hamı ilə yola gedir, bircə sizin bu tərlanla heç cür yola getmir. Sizinkində nəsə problem var. Bax, bu cür cavab hücumdur, günahkar axtarışıdır. Burada günahkar onsuz da yoxdur, tapa bilməyəcəksiniz. Kollektivdə münasibətləri yaxşılaşdırmaq üçün bir uşaqda nəyisə düzəltmək mümkün deyil. Bullying qrup problemidir və biz bunu həmişə qeyd edirik. Birləşib həll edin, ancaq ümumi məhkəmə qurmaqla yox. Hələ olur ki, birləşib kənarlaşdırma edirlər. Dəfələrlə olub ki, qurbanın valideynlərini söhbət qruplarından çıxarıb informasiya blokadasında saxlayıblar. Düşünün, bu məktəbliyə necə təsir edir? Onu gəzintiyə çağırmırlar. Bayramlarda ona hədiyyələr almırlar. Necə hissdir? Valideynlərini söhbət qruplarında və başqa uşaqların yanında bullyingə məruz qoyurlar. Xahiş edirik, kənarlaşdırmaya yol verməyin. Şahidi olmusunuzsa, deyin ki, bu cür davranış uşaqlara kömək etməyəcək. Kənarlaşdırmalar, təhdidlər, şantaj, bütün bunlar uşaqlara qarşı işləyir. Kimsə düşünə bilər, mən niyə belə dürüst və anlayışlı olmalıyam? Başqa valideyn ola bilsin təhdid yolu ilə istədiyini alır. Mən pis deyiləm. Sistem məni belə aqressiv olmağa məcbur edir. Axı kimsə güclü, kimsə zəifdir. Ancaq bu davranış modeli güclülərin at oynatdığı davranışdır. Ancaq siz kollektivdə də bu cür davranış modeli ilə uşaq böyütsəniz, onlar da münaqişələri bu cür həll edəcəklər. Kollektiv aqressiya üzərində deyil, qarşılıqlı kömək üzərində qurulur. Əgər siz qeyri-aqressiv ünsiyyətə hazırsınızsa, birləşin. Birlikdə aqressiv davranışın öhdəsindən gələ bilərsiniz. Başqa sözlə, sizin vəzifəniz valideynlərin söhbət qrupunda aqressorun valideynini məhv etmək və ya qovmaq deyil. Vəzifəniz müsbət davranış modelini seçən valideynlərlə birləşib bu modeli hamı üçün əsas eləməkdir. Beləliklə, valideynlər və valideynlərin söhbət qrupu üçün qaydaları ümumiləşdirsək, birincisi, əminlik və ehtiram göstərin. Uşaqların həyatından xəbərdar olun. Təkcə sizin övladınızın deyil, bütün sinfin maraqları önəmlidir. Və unutmayın ki,
Yalnız sinifdə ümumi atmosfer müsbət olarsa, uşaq özünü rahat hiss edəcək. İkincisi, konkret ümumi qaydaları dilə gətirin. Bullying heç bir kollektivdə yol verilməzdir, nə evdə, nə məktəbdə, nə də valideynlərin söhbət qrupunda. Bütün şagirdlərə bullyingin nəticələri haqqında danışın. Müşahidəçilər haqqında danışın. Hətta əgər uşaq bilavasitə münaqişəyə cəlb olunmasa belə, münaqişəyə təsir edə bilər. Konkret olun. Emosiyalara deyil, faktlara və ümumi məqsədə əsaslanın. Sinifə kömək eləyin. Bu yolla siz münaqişə sevməyən valideynlər arasında müttəfiqlər tapa bilərsiniz. Üçüncüsü, dünyanı ideallaşdırmayın. Nə özünüzü, nə də övladınızı ideallaşdırmayın. Bütün kollektivlərdə münaqişələrə rast gəlinir. Sizin vəzifəniz aqressoru qovmaqla və ya cəzalandırmaqla bullyingin kökünü kəsmək deyil. Məqsəd uşaqlara öz timsalında anlaşılmazlıqları həll etməyi öyrətməkdir. Fərqlərimiz haqqında təhqirsiz danışmaqdır. Bədənimizin toxunulmaz, oyunların isə təhlükəsiz olmalı olduğunu bildirmək lazımdır. Və bunu valideynlərin ünsiyyətindən misal gətirməklə göstərmək lazımdır. Dördüncüsü, sinifdəki bullyingə diqqət yetirin. Ancaq ümumi məhkəmə qurmayın. Aqressorların valideynləri ilə birbaşa ünsiyyətə girin. Təmkinlə danışın və ortaq məxrəcə gəlməyə çalışın. Söhbət baş tutmursa, məktəbi cəlb edin. Ancaq bu mərhələdə də məqsəd əməkdaşlıq etməkdir. Beşincisi, günahkar axtarmayın. Valideynlərin vəzifəsi bu olmalıdır ki, mənim övladım davranışını necə dəyişə bilər ki, məsələ həll olunsun. Bu istiqamətdə düşünmək lazımdır. Hər biriniz öz tərəfinizdən bullyingin baş vermə səbəbini aşkarlamağa çalışın. Axı bəzən olur ki, bullying iki uşağın ünsiyyət dinamikası olur və bu dinamikada onlar daima müəyyən ssenarini həyata keçirirlər. Məsələn, uşaqlardan biri digəri ilə ünsiyyət qurmaq istəyir və öz şərtlərini irəli sürür. İkinci uşaq bacardığı kimi müqavimət göstərir və bu cür ünsiyyət möhkəmlənir və bullyingə çevrilir. Əgər hər bir valideyn öz övladı ilə danışıb, qarşıdurmanı həll eləsə, sinifdəki aqressiya dərəcəsi də aşağı düşər. Mütləq. Altıncısı, dost olmamaq. Biz uşaqlara öyrədirik ki, biz hamı ilə dost olmağa və hamını sevməyə məcbur deyilik. Hamı öz maraqlarına uyğun dost seçimi edir. Ancaq məktəb, sinif, parta və tapşırıq yoldaşı kimi anlayışlar da var. Burada seçim uşaqlara qalır. Bu münasibətlərin dostluğa aidiyyatı yoxdur. Bunlar iş münasibətləridir. Valideynlərin söhbət qrupunda da situasiya eynidir. Bəzi valideynlərlə yaxşı münasibət qurur, digərləri ilə yox. Bu sizin haqqınızdır. Ancaq siz artıq onlarla ünsiyyətin bir hissəsinizsiniz. Övladınız akademik göstəriciləri, onun rahatlığı bütün sinifin əhvalından asılıdır. Övladınız münaqişədə olsa belə, siz onlara bunun öhdəsindən necə gələ biləcəyinizi göstərə bilərsiniz. Və sonuncusu, bəzən açılmayan qapını döyməyə dəymir. Əgər siz münaqişəni həll etməyin müxtəlif yollarını sınamısınız, amma başa düşürsünüz ki, bu sinifdə sizə qarşı dostluq edirlər,
uşaqları sizin övladınıza qarşı yönəldirlər. Heç bir kompromisə və əməkdaşlığa getmirlər. Bəlkə də yeganə həll yolu kollektivinizi dəyişmək və başqa sinifə və ya başqa məktəbə keçməkdir. Bu dəqiq ilk addım deyil. Əvvəlcə bizim kömək alqoritmini nəzərdən keçirin. Məsələni valideynlər, müəllimlər və məktəb rəhbərliyi vasitəsilə həll etməyə çalışın. Və əgər heç nə işləmirsə, ruhdan düşmək lazım deyil. Ola bilsin ki, sizin çıxış yolunuz övladınızı yeni kollektivə keçirməkdir. Biz münaqişə və bullying olan sinifdə valideynlərin münasibətlərinə dair əsas bəndləri nəzərdən keçirdik. Bəli, valideynlər müxtəlif olur. Bəzilərinin qaydalar vecinə olmur, onlar dərhal aqressiv davranışları seçirlər. Unutmayın ki, yalnız daha çox məlumatı olan valideyni dəyişmək olar. Həmin valideyn indi sizsiniz. Diqqətinizə görə təşəkkürlər. Növbəti vebinarda görüşərik. Şərh bölməsində valideyn qruplarında bullyinglə rastlaşıb-rastlaşmadığınızı qeyd edin. Bu bizə çox maraqlıdır və bəli, məlumatı bizimlə bölüşün və yazın. Görək bullying blokunda daha hansı mövzular sizə maraqlı olardı. Təşəkkür edirik, hələlik.